Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'de. Muhterem Müslümanlar, biz Allah'ın izniyle İbn-i Qayyim'in Allah ona rahmet eylesin kitabından kalbin kısımları hakkında dersimiz ikinci sesine devam edirik. Birinci dersimiz sağlam, səlim kalp hakkındaydı. İkinci dersimiz ise ölü kalp hakkındadır. Rahimehullah buyurur ki fil kalbil meyyit, ölü kalp hakkında el kalbü thani, bu ikinci kalpti. Zıddu hâze, sağlam kalbin aksidir. Huvel kalbül meyyitellezî la hayâte bihi. Bu hiçbir hayatı olmayan ölü kalpti. O nece kalpti? Fehuve la ya'rif rabbehu. O öyle bir kalpti ki Rabbini tanımır. Ve onun emrini yerine getirmir. Onun sevdiği şeyleri eləmir. Onun razılığına çalışmır. Bel huve vâgifun ma'a şehvetihi ve iradetihi. Əksine öz şehvet ve istəklərinin ardınca gedir. Subhanallah. وَلَوْ كَانَ ف۪يهَا سَخَطَ رَبِّهِ وَغَضَبِهِ وَهُوَ لَا يُبَالِي. Bu istəklər Allah'ın qəzəbinə və narazılığa səbəb olsa belə buna əhəmiyyət vermir. Yəni onun üçün maraqlı deyil. Getdiyi şey, ardınca getdiyi şey Rəbbinin qəzəbinədir, səbəbdir, yoxsa onun rızasına. İzə fəzə bişəhvətihi və haddihi radiyə rabbuhu əm saxitə və mütəabbədən li qeyrillah hubban və xavfən və rəcəən və rıdan və saxatan və ta'zimən və zillən. Onun üçün fərqi yoxdur ki, Allah ondan razıdır, yoxsa qəzəblidir. Əgər şəhvətini və istəyini əldə edərsə, başqa heç nə ilə maraqlanmaz. Beləliklə o Allahdan qeyrisinə qul olmuşdu. Sevgisi, qorxusu, ümidi, razılığı, qəzəbi, ucaltdığı və alçaltdığı hər bir şey Allah üçün deyil. Hər şey Allah üçün deyil. Və izə əhəbbəlil həvə, sevdiği zaman nefsi için sever. Allahu Akbar. Ve in abgada li hava, nefret ettiği zaman, gazeplendiği zaman da nefsi için gazeplenir. Ve in a'ta li hava, verdiği zaman öz nefsi isteklerine göre verir. Yani havasına göre. Ve in mena'a li hava, mani olanda da nefsi isteklerine göre mani olur. Ve huve atharuhu indehu ve ahabbu ileyhi min rada mevlah. Onun yanında olan en üstün, en sevimli olan şey öz nefsi ve havasıdır. Öz nefsi isteği ve havasıdır. Yani nefsi isteğini, nefsani istekleri onun Rabbinin rızası daha mühimdir. Vel hava imamehu ve şehvet qaiduhu ve cehlu saisuhu vel gaflet merkebuhu ve bil fikri fi tahzil agradihi dünyaviyye mağmur. Onun rəhbəri, onun havası nefsi istəkləridir. Başçısı şəhvətidir. Müəllimi cəhalətdir. Mini isə qəflətdir. Fikri, zikri, dünya mənfəətlərini əldə eləməkdir. Dünya sevgisi və həvəsinin sarhoşluğu onu bürümüşdür. Allahu Akbar. Fəyunədi ilallah və ilə dəril əxirə min məkanin bəid. Belə bir insan Allah və axirət yurduna çağrılsa da, bunu çox uzaq bir yerdən gələn səs kimi qəbul edir. Sanki uzaqdandır. فَلَا يَسْتَجِبُ لِلنَّاسِحِ وَيَتَّبِعَ كُلَّ شَيْطَانٍ مَرِيدٍ. Nəsihət edənə cavab verməz, yəni qulaq asmaz, icabət eləməz. Hər bir azğın şeytanın ardınca gedər. Əd-dünya təsqituhu tardih. Dünyanın razılığı və qəzəbi onun üçün əsas meyardır. وَالْهَوَى يُسِمُّهُ عَمَّا سِوَ الْبَاطِلِ وَيُعْمِيهِ. Onun nəfsi istəkləri isə onu haqqı görməkdən kör və kar etmişdir. Bunlar İbn-i Qayyim'in ölü kalp hakkında dedikləridir. Bu ise kalbin ikinci qismidir. Üçüncü qismi ise xəstə qalbdir. Gələn dərs inşallah o barədə götürəcəyik. Düzün Allah bilir. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcməin.